Salam, bu videoda mən sizə FM Network sisteminə qeydiyyat olmaq prosesini göstərəcəm. Bizə göndərilən linkə daxil oluruq və yaxud da kopyalayıb yeni brauzerdə açırıq. Telefonda olan istənilən brauzerə bizə göndərilən linki kopyalayıb yapışdırırıq və FM Network'un saytına daxil oluruq. FM-in saytına daxil olduqdan sonra qeydiyyat düyməsini sıxırıq. Və qeydiyyat prosesinə başlayırıq. Qeydiyyat səhifəsi açıldıqda dəvət edən şəxsin loqinini görürük və hansı tərəfə qeydiyyat olacağımızı da görürük və bunları dəyişdirə bilmirik. Çünki dəvət linkini birbaşa göndəriblər. Əgər bu dəvət linki göndərilmədən qeydiyyat olsaydıq, biz ora bizə dəvət edən şəxsin loqinini və sağını solunu seçəcəkdik. Və qeydiyyat olan şəxsin loqinini yazırıq. Bir loqin təyin edirik və yaxud da qeydiyyat olan şəxs biz deyiliksə, kimdirsə o təyin elədiyi loqini qeyd edirik. Sonra e-mailini yazırıq, yəni mail adresini, ölkəni seçirik. Bu mütləq seçilməlidir ki, telefon nömrəsini yazanda ölkə kodu olaraq Azərbaycan kodu göstərilsin, yəni +994. Ölkə kodunu seçdikdən sonra telefon bölməsi yerində mütləq +994 yazıldığına görə 070 055-dən əvvəl, yəni nömrə kodunun əvvəlində olan 0-ı pozuruq. Yəni ora 0 yazılmır. Şifrə təyin edirik. Şifrəni yazdıqdan sonra təkrarən eyni şifrəni təkrar edirik. Və sonda hesab yarat düyməsini sıxırıq. Bir diqqət etməli məqam, logində çalışın hərflər, baş hərf böyük olmamalıdır və hərflər böyük olmamalıdır, kiçik hərf istifadə olunmalıdır və ingilis xarakterlərindən istifadə olunmalıdır. Yəni ə, ü, ş istifadə etməyin. Və hesab yarat düyməsini sıxdıqdan sonra ikinci səhifə artıq ad, qeydiyyat olan şəxsin adını qeyd edirik, soyadını qeyd edirik, soyadını yapışdırdıq, ana adı yazmalıyıq, varis olaraq kimi təyin edibsə onu yazırıq. Özümüz isə, qeydiyyat olan şəxs özümüz isə varisimizi qeyd edirik. Poçt indeksi bu yaşadığınız şəhərin, regionun, bölgənin, rayonun sizə yaxın ərazidə olan poçtun kodu olur. Bilmirsinizsə internetdən tapa bilərsiniz. Onu poçt şöbəsinə də yaxınlaşıb ala bilərsiniz. Poçt indeksinin yazılarkən AZ ilə yazılır. Bakı üçün bilmirsinizsə 1000 də yaza bilərsiniz və yaxud da yaşadığınız regiona uyğun onu soruşub yaza bilərsiniz. Şəhəri qeyd edirik. Qeydiyyata düşən şəxs Bakı olduğuna görə Bakı qeyd etdik və göndər düyməsini sıxırıq. Budur, qeydiyyat tamamlandı və yuxarı sağ küncdə profilimizi görürük və üstündə toxunduqda adımızı, soyadımızı və loqinimizi görmüş oluruq. Loqini kopyalamalıyıq və bizim balansımıza məhsulumuzu, paketimizi sifariş etmək üçün, pul göndərmələri üçün üst levellər bizi dəvət edən şəxsə bunu göndəririk.
tezliklə balansımıza pulu göndərəcəklər. Biz də paketi seçəcəyik. Budur. Yuxarı sol küncdəki xəttə toxunduqdan sonra balansımızda 80 dolların olduğunu artıq görmüş oluruq. Və bundan sonra məhsulu seçməyə gedirik. Məhsul bölməsinə toxunuruq və seçdiyimiz məhsulun altında satın al düyməsini sıxmaqla və açılan bölmədə ödəniş metodunu seçirik. Balans 80 yazılan yeri seçirik və göndər düyməsini sıxdıqda artıq seçdiyimiz məhsul sifariş olmuş olur. Biz burada boş paket aldıq və qeydiyyat prosesi tamamlandı. Xeyirli olsun.